Hədisi qüdsüdür ki, bu ayın fəziləti barəsindədir. Buyurur ki, İnnəllaha təbarəkə və təala nusibə fis-səmai s-sabi'ə mələkən yuqalu ləhu da'i. Hədisi qüdsüdür ki, buyurur Allah-u Teala 7-ci asimanında, göyün 7-ci qatında bir mələk var, Allahın adı da'idir, yəni çağırandır. Fəizə dəxələ şəhra Rəcəb, Rəcəb ayı daxil olanda həmin bu da'i, çağıran adlı bir mələk yunədi zəlikəl mələku kulli leylətin minhu iləs-səbah. Rəcəb ayı daxil olanda bu mələk ayın hər gecəsi sübhə qədər səslənərək belə deyər: Tuba liz-zakirin. Xoş olsun bu ayda Allahı zikr eləyənlərin halına. Tuba lil-ta'in. Xoş olsun bu ayda günlərini Allah ibadətdən keçirənlərin halına. Və həmin mələk deyər ki, Yəqulullahu Teala, Allah isə belə buyurur ki, Ənə gəlisu mən gələsəni. Kim bu ayda məni xatırlayarsa, mən onun həmdəmi olaram. Və muti'un mən əta'ani. Kim bu ayda mənə itaət eləyərsə, mən onun itaətini qəbul edərəm. Və qafiru mən istəğfərəni. Və hər kim bu ayda bağışlanmaq istəyərsə, mən onu bağışlayaram. Hədisin davamında buyurur ki, Allah mütəala buyurur ki, Əş-şəhru şəhri. Bu Rəcəb ayı mənim ayımdır. Vəl-əbdu əbdi. Bəndə də mənim bəndəmdir. Və rəhmətu rəhməti. Rəhmət və məğfirət bu ayda mənimdir. Fəmən dəani, hər kim bu rəhmət ayında məni çağırarsa fi həzihi şər, əcəbtuhu. Hər kim bu ayda məni çağırarsa, onun çağırışına mən cavab verərəm. Və mən səələni ətəytuh. Hər kim məndən bu ayda bir şey istəsə, ona əta eləyərəm. Və mən istəhdəni hədəytuh. Və hər kim bu ayda hidayət istəsə, mən ona hidayətimi göstərərəm. Və cəaltu həzəhə şəhru. Mən bu ay qərar vermişəm. Həblən beyni və beynə ibadi. Bəndəmlə öz aramda bu ayı mən bir ip, bir əlaqə, bir rabitə qərar vermişəm. Və mən əhtəsəmə bihi və salə bih. Hər kim bu ipdən möhkəm yapışarsa, mənə qovuşar. Bu hədis bizə çatdırır ki, Rəcəb ayda Ramazan kimi, Şaban kimi müqəddəs aylardan da Allah yanında dəyərli aylardan biridir. Kimsə